Bir xatirə Ayətullah Xamneydən danışa-danışa yadıma düşdü. Qabaqcadan fikirləşməmişdim. O da budur ki, şah vaxtında sürgün olmuşdu. Şəhərlərin birinə, mən şəhərdən ad gətirmirəm, xatirələrində də yazıblar, şəhərlərin birinə bir müddət orada sürgün idi. Və orada şahın məmurları hər gün bu gərək gedəydi o idarədə. Qol çəkəydi ki, yəni mən buradayam. Və o idarənin müdiri bunu görərdi ki, bu buradadır. Ta bir müddət. Ondan sonra inqilab piruz oldu. Onlar dağıldılar. Bu da gəldi. Ta işbücür oldu ki, prezident oldu bir müddət. Ondan sonra da rəhbər olub ölkədə. Bir müddət keçəndən sonra şayət bir 20 il, bəlkə də 30 il inqilabdan keçəndən sonra ağanın bir səfəri oldu həmin şəhərə. Deyir, o şəhərə gedəndən sonra orada dedi, mən xahiş edirəm, o evi ki, mən o evdə qalırdım, sürgünüdüm, istəyirəm gedəm o evə baxam, xatirələrim yadıma düşə. Mən burada sürgün olan vaxtımda o evdəydim. Qonşularımı da çağıram, onlarla görüşəm. Deyir, evi getdik, hazırladıq. Qonşuları da dəvət elədik, hansı ki, dünyasını dəyişib heç, onlar ki, qalırdılar. Gəldilər, oturdular, ağa da oturdu. Bir-bir onların halını soruşdu, adlarını soruşdu. Söhbət elədi, qonşuydular ki, neçə il bir yerdə qalmışdılar, 1 il, 2 il, neçə il orada sürgün olanda bir məhəllənin içində idilər, deyir, tanıyırdı. Ondan sonra dedi, o idarədə ki, mən hər gün gedərdim, qol çəkərdim, orada bir müdür var idi, o necə oldu? Dedilər, ağa, qocalıb, onun da evi biraz uzaqdadır, qocalıb, pis gündədir, vəziyyəti yaxşı deyil. Həm kasıbdır, həm də xəstədir, ağırdır vəziyyəti. Ağa buyurdu, gedin onu da gətirin. Getdilər, onu qapını döydülər, o gedənlər danışır. Deyir, qapını döydü, çıxdı, dedi, biz filankəs sənsən, dedi, bəli. Dedi, ağa gəlib bura, səni istəyir, deyə yıxıldı bu. Nə oldu sənə? Dedi, inqilab piruz olandan mən bu saatı gözləyirdim ki, qapını döyüb, məni çağıralar, aparalar, məni asalar, öldürələr. Ay qardaş, yox, səni istəyir görə, istəyir sənə bir məhəbbət eləyə. Yox, mən getmirəm. Dedi, yox, biz səni aparacaq. Gəlsən də, gəlməsən də. Çarəsi kəsildi, gəldi. Amma titriyir. Əsir payız yarpağı kimi. Nə qədər ürək-dirək veririk, xeyri yoxdur. Ta gəldi, həyətə girdi. Həyətdə otlayara dedi, mən içəri keçməyəcəyim. Keçdik, dedi, ağa, gətirmişik həyətə, bu gəlmir, ağlayır, narahatdır. Deyir, ağa, dedi, eybi yoxdur, biz gedək onun yanına. Durdu, gəldi həyətdə, əlin aldı əlinə, bastı bağrına, üzündən öpdü, halın soruşdu, başına əl çəkdi, qocalıbsan, mən də qocalmışam. Şirin-şirin danışdırdı, o gördü, yox, ab-hava başqadır. Keçdilər, oturdular otaqda, necədir vəziyyətin, neçə uşağın var, neçə nəvin var, vəziyyət maddi. Dedi, maddi vəziyyətim ağırdır, evim də uçur. Ağa buyurdu ki, bir pul ayırın, bunun evin düzəltdirin. Bir qədər də verin, qoy öz vəziyyətinə, balalarına, nəvələrinə biraz kömək eləsin. Deyir, gördü, yox, həqiqətən bu hörmət eləyir mənə. Sonra qutarandan sonra görüş, ağa buyurdu ki, yaxşı, indi du get, dedi, mən getmirəm, qalıram sənlə. Deyir, ağa dedi, yox, bu olmaz, mən gedəcəyəm, sən, mümkün deyir bu, buyur get. Deyir, otaqdan çıxdı, gəldi, oturdu həyətdə, özü də əhl-i sünnətdən imiş. Otaqdan çıxdı, gəldi, oturdu həyətdə, deyir, ağladı, ağladı, ağladı. Biz deyirik, niyə ağlayırsan? Dedi, siz bilmirsiniz ki, bu neynədi mənə? Dedi, neynədi sənə? Dedi, o vaxt ki, mən müdür idim, mən idarənin də adını çəkmirəm.
O gəlirdi hər gün sübh imza eləyirdi, qol çəkirdi, gedirdi. Gedəndə mən buna nə söz bilirdim, hamısını deyirdim, təpiyimin altında da vurub əzirdim bunu. Ondan dururdu, gedirdi evinə. Hər gün bu imzaya gələndə mən bunu təpiylə vururdum. Ağa belə olar. Qudrətə çatandan sonra həmin adamı çağırar, üzündən öpər, halın soruşar, kömək elər, buna deyərlər ağa. Bu Hüseyn isi verir. İmam Hüseyn əleyhissalam əməldə Hüseynci gərək olasan. Ya Hüseyn, yaxşıdır, müstəhəbbidir. Amma onunla iş bitmir. Gözyaşı yaxşıdır, amma onunla iş bitmir. Ona görə də Ayətullah Bəhcət deyir ki, Seyyid-i Şühəda əleyhissalatu vəssalam əgər əzadarlıq eləyəsən, ona ağlayasan, gecə namazı qılmaqdan bunun savabı çoxdur. Niyə? Çünki Hüseynə səni oxşadar. Səni oxşadar Hüseynə. Oxşason olarsan ağa. Əzadarlığın, Allame Təbai, Allah rəhmət eləsin. Deyir, irfana, mərifətə çatmağın iki yolu var. İki məkanda çata bilərsən. Biri Hüseynin hərəmidir, ziyarətgahı. Biri də o evi ki, o məcidir ki, Hüseynə orada əza saxlayırlar. Çün insanı Hüseynə oxşadar.